Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz sosial-emosional öyrənmədir və nəzərinizə çatdırım ki, əslində bu nəzəriyyəni biz Golemanın emosional zəka nəzəriyyəsində demək olar ki, keçmişik. Sadəcə bir-iki məqamlarda azca fərq var. Qalan bütünlüklə bu mövzu demək olar ki, bizim üçün təkrar mövzudur və sosial-emosional ümumiyyətlə emosional davranış, emosiyaların düzgün şəkildə idarə olunması bizim hər birimiz üçün vacib olan bir məsələdir ki, hər kəs öz hisslərini, emosiyalarını idarə etməyi bacarmalıdır. Və mən bunu çox da təkrar şəklində danışmaq istəmirəm, çünki Golemanın emosional zəka nəzəriyyəsində bu eyni fikirləri səsləndirmişəm və sizin üçün təkrarlıq olmasın deyə onları yenidən səsləndirmirəm və həmin o mövzunu oxuyan, Golemanın emosional zəka nəzəriyyəsini oxuyan müəllimlər artıq bu haqda məlumatlıdırlar və biz gəlin bunların komponentinə baxaq. Birinci özünü dərk etmə komponentidir. Bu bayaq da vurğuladığım kimi Golemanın emosional zəka nəzəriyyəsində birinci özünü dərk komponenti ilə eynidir. Yəni insanın özünü tanımasıdır. İnsanın özünü tanıması nədir? Yəni insanın öz güclü və zəif tərəflərini bilməsi, bir insanı nə xoşbəxt edə bilər, nə belə deyək də onu pis edə bilər, nəyə görə, hansı hadisəyə görə əsəbləşə bilər və yaxud da daha çox gülə bilər. Bunlar haqqında agah olmasıdır. Yəni insan özünü bir mənalı olaraq tanıması nəzərdə tutulur. İkinci özünü idarə etmə komponentidir ki, özünü idarə etmə komponentində də isə biz burada artıq davranışlarla göstəririk öz belə deyək emosiyalarımızı. Yəni belə deyim, özünü dərk etmədə biz hələ sadəcə hisslərimizi tanıyırıq, amma artıq özünü idarə etmədə bu davranışla bağlı olan bir məsələdir ki, birbaşa davranışımızda göstəririk biz bunu. Və davranışımızda da artıq davranışlarımızı belə deyək də idarə etməyə çalışırıq. Hər hansısa bir məsələ baş verən zaman, bir konflikt baş verən zaman biz necə reaksiya verəcəyik, nə edəcəyik? Bunları artıq həmin məqamda özümüzü idarə etməyimizdən, belə deyim, loru dildə özümüzü aparmağından bəhs edir. Üçüncüsü sosial fərqindəlikdir. Sosial fərqindəlik, yəni sosial məlumatlılıq empatiya ilə eynidir. Yəni biz başqalarına empatiya göstərməliyik, başqalarının hisslərini anlamalıyıq. Hətta deyirik ki, biz uşaqları, məsələn, uşaqlar evinə, qocalar evinə aparıb oradakı insanların yaşayışını onlara göstərməklə empatiya bacarığını formalaşdıra bilərik. Daha sonra gəlir münasibət bacarıqları, yəni bu gəlir ünsiyyət bacarıqları deməkdir bu. Sosial fərqindəlik bayaq dediyim kimi bir də vurğulayım ki, biz başqalarını tanımağımızdan gedir, başqalarının yerinə özümüzü qoymağımızdan gedir ki, məsələn, özümüzü qarşımızdakının yerinə qoyub bu formada davranırıq. Münasibət bacarıqlarında isə ünsiyyət bacarıqlarıdır, yəni kommunikasiya bacarıqlarıdır. Biz bunu artırmaq üçün uşaqlarla ən çox müzakirələr təşkil edə bilərik, debatlar təşkil edə bilərik ki, bu formada şagirdlərin ünsiyyət bacarığı daha çox inkişaf etmiş olacaq. Ünsiyyət bacarıqlarında, yəni kommunikasiya bacarıqlarında şagirdlərin bir-biri ilə düzgün münasibətindən, nitq etiketlərindən istifadə etməsindən, düzgün danışıq tərzi nəzərdə tutulur və məsuliyyətli qərar vermə isə şəxsi sosial kompetensiyada yadınızdadırsa keçmişdir ki, insan özü öz qərarlarını verir, özü öz məsuliyyətini daşıyır. Yəni bunları nəzərdə tutur. Eyni zamanda burada da məsuliyyətli qərar vermədə artıq şəxs öz məsuliyyətini dərk etməli və ona uyğun formada qərar verməyi bacarmalıdır və biz bir müəllim olaraq bu 5 komponentin 5-ni də bütün şagirdlərdə formalaşdırmağı bacarmalıyıq ki, məsələn, bir şagird özünü tanısın. Məsələn, bunu özünü tanıması üçün bizim belə bir sualımız da vardı hətta ki, müəllim gətirir uşaqlara müxtəlif hisslər haqqında məlumat verir və onlar haqqında daha sonra uşaqlar özləri haqqında yazırdılar. Yəni bunların hər biri və ya müxtəlif situasiyalar verməklə ki, məsələn bu halda nə edərsə, məsələn başqaları üzərindən nümunələr gətirməklə şagirdlərdə bu intellekti, daha doğrusu emosional öyrənməni formalaşdıra bilər. Və deyirik ki, sosial emosional öyrənmənin kompetensiyanı formalaşdırmaq üçün bir sıra məsələlər var. Bundan birincisi şagirdlərə aydın təlimat verilməlidir ki, bayaq da vurğuladığımız kimi biz şagirdlərə çətin dildə yox, mürəkkəb dildə yox, daha sadə dildə təlimatlar verərək onları başa salmalıyıq. Sinifdə pozitivlik mədəniyyəti yaratmaq odur ki, daim müəllim elə bir mühit yaratmalıdır ki, şagirdlər sərbəst olmalıdırlar. Fikirlərini sərbəst şəkildə bildirməyi bacarmalıdırlar. Rol model nümunəsi isə yəni müəllimin özünün şəxsi nümunə olmasıdır. Müəllim özü necə davranırsa, artıq şagirdlər də birbaşa onun hərəkətlərinə fikir verirlər. Yəni birinci müəllim özü özündə o bacarıqları formalaşdırmalıdır ki, şagirdlərdə də formalaşsın. Valideynləri prosesə cəlb etmək isə məsələn bəzən bizim həqiqətən də bəzi məqamlarda olur ki, artıq bizim özümüzün kömək eləyə bilmirik və bu zaman
lazım olur ki, valideynləri prosesə cəlb edək, onlardan da yardım istəyə bilərik və şagirdləri məktəbdənkənar fəaliyyətlərə cəlb etməsində ən çox onların ünsiyyət bacarıqlarını, sosial bacarıqlarını, kommunikasiya bacarıqlarını daha çox inkişaf etdirir ki, şagirdlər həmin bu sinifdənkənar məşğələlərdə, dərslərdə bir-birinə daha çox ünsiyyətdə olub əlaqə yaradırlar. Və deyir ki, sosial-emosional şagird nailiyyətinə, akademik nailiyyətin yüksəlməsinə, davranışın idarə olunmasına və şagirdlərin həyata hazırlanmasına kömək edir. Bu akademik nailiyyətlərin yüksəlməsində artıq şagirdlər belə deyək, özlərini idarə etməyə bacarırlar, özlərini motivasiya etməyə bacarırlar. Sinifdə aktiv bir mühit yaradır, motivasiya edici mühit yaradır ki, bu da şagirdlərin nailiyyətinə təsir edir. Davranışların idarə olunmasında isə artıq şagirdlər hər hansısa bir aralarında baş verən konflikt, mübahisə zamanı düzgün qərar verməyə bacarırlar. Şagirdləri həyata hazırlayırsa, bu dediyimiz ümumiyyətlə bayaq vurğuladığımız kimi hər bir insanın, elə müəllimin özündə də formalaşdırmalı olan bir bacarıqdır ki, hər hansısa bir qarşımıza problem çıxan zaman bunu müsbət şəkildə həll edə bilək, yəni daha yaxşı istiqamətdə. Bu eyni zamanda məsələn şagirdin məktəbdə də ola bilər. Məsələn gün keçdikcə, zaman keçdikcə artıq biz onu həyata hazırlayıb, həyata da qarşısına çıxan hər hansısa problemi daha rahat həll etməsini göstərir. Ümumi bu qədər müəllimlər. Hər hansısa sizə qaranlıq qalan məqam varsa, yazıb bildirə bilərsiniz ya şərh bölməsinə, ya da şəxsi WhatsApp-dan. Deməli, əgər burada da nəsə qaranlıq qalan sizə məqamlar varsa, Golemanın emosional zəka nəzəriyyəsini dinləyərək bu haqda daha ətraflı məlumat ala bilərsiniz.